Bu ərazi o qədər qorxulu və təhlükəlidir ki, heç kim bura getmək istəməz. Söhbət Kamçatka yarımadasından gedir. Kamçatka yarımadası Sovet dövründə də qorxulu və təhlükəli olması ilə bərabər eyni zamanda qapalı ərazi hesab olunurdu. Çünki burada Sovet İttifaqının hərbi dəniz donanması yerləşirdi və Sovet dövründə bura giriş tamamilə qadağan idi. İndi isə başqa bir mənzərədir, giriş sərbəstdir. Amma dediyim kimi qorxulu və təhlükəli olduğu üçün bura heç kim getmək istəməz. Belə ki, Kamçatkada 300-dən artıq vulkan mövcuddur. Bu vulkanlardan 30-u aktivdir, daim püskürə bilər. Eyni zamanda Kamçatka zəlzələlər ocağı ilə də çoxdur və burada hər gün demək olar ki, hiss olunan və hiss olunmayan zəlzələlər baş verir. İnsanlar demək olar ki, sahil şəhərlərdə yaşayırlar. Oranın daxildə olan daimi sakinləri isə aylardır. Kamçatkada demək olar ki, bəzi ərazilərdə yol yoxdur, maşınla da getmək mümkün deyil. Ancaq helikopter işləyir. Bəs siz belə yerə getmək istəyərdinizmi? Belə videolar maraqlıdırsa kanalıma abunə olun.